Salam uşaqlar, hər birinizi salamlayıram. Bugün sizinlə kimya 8-ci sinif dərslikdən 2.5-ci mövzunun, yəni kristal qəfəsin tipləri mövzusunun izahını bölüşürəm. Ümumiyyətlə diqqət etirsək, bildirilir ki, kimyəvi rabitələr maddələrin xassələrinə, eyni zamanda maddəni əmələ gətirən rabitələrə görə isə onun biz bəzi xassələrini müəyyən edə bilərik. Və diqqət etirsək, deyir ki, maddənin xassələri maddənin adətən quruluşundan asılıdır. Əgər maddələr bərk halda, ümumiyyətlə maddələr bərk halda kristallik və amorf quruluşlu ola bilirlər. Kristallik quruluşlu maddələrdə maddəni əmələ gətirən zərrəciklər nizamlı yerləşirlər. Nizamlı yerləşdiyi halda amorf quruluşlu maddələrdə isə həmin zərrəciklər nizamsız şəkildə yerləşirlər. Diqqət yetirsəz, baxın, kristallik quruluşlu maddələrdə atomlar, zərrəciklər necə də nizamlı düzülüb, yəni belə deyək də, nizamlı, yəni səliqə ilə düzülüb atomlar, zərrəciklər. Amorf quruluşlu maddələrdə isə nizamsız, yəni qarışıq şəkildə düzülüblər. Atomların belə deyək də, bir düzülmə ardıcıllığı yoxdur. Və ona görə də nizamsız quruluşda olduğuna görə belə quruluşlu maddələr amorf quruluşlu maddələr adlanırlar. Ümumiyyətlə, amorf quruluşlu maddələrə biz şüşəni aid edə bilərik, plastik materialları, qabları. Ümumiyyətlə, kristallik maddələr isə nələr əmələ gətirirlər? Adından göründüyü kimi də amorf maddələrdən fərqli olaraq kristal qəfəslər əmələ gətirirlər. Bu kristal qəfəsin düyünlərində ionlar da yerləşə bilər, atomlar da yerləşə bilər, molekullar da yerləşə bilər və bunlara görə, belə təsnif olunduğuna görə, kristal qəfəsin deməli, əmələ gətirən kristal qəfəsin düyünlərində yerləşən hansı ki ionlar idi, atomlar idi, molekullar idi. Onların təsnifatına görə kristal qəfəsin 4 növü var. Atom kristal qəfəsi, molekul, ion və metal kristal qəfəsi. İlk öncə diqqət edirək biz İon kristal qəfəsinə. İon kristal qəfəsini ion rabitəli maddələr əmələ gətirir. İon rabitəli maddədə biz əvvəlki dərslərdə keçmişdik ki, əgər birləşmədə metal və qeyri-metal eyni anda varsa, orada mütləq ion rabitəsi var. Çünki ion rabitə metal və qeyri-metal atomları arasında elektrostatik cazibə qüvvəsinin təsiri nəticəsində yaranır. Və bu kristal qəfəsin düyünlərində yerləşən kation və anionlar ion rabitələrlə birləşir. Deməli, biz dedik ki, kristal qəfəsin düyünlərində ion rabitəli maddələr nə yerləşir? Anionlar, müsbət yüklü, müsbət yüklü, belə deyək də, kationlar, mənfi yüklü isə anionlar yerləşir. İon kristal qəfəsinin düyünlərində. Və metal, qeyri-metal əgər eyni birləşmədə varsa, orada mütləq ion rabitə vardır demək. Məsələn, natrium, xlor. Natrium metaldır, xlor qeyri-metaldır. Metal və qeyri-metal arasında olan rabitəyə biz nə deyəcəyik? İon rabitə və eyni zamanda ion rabitəli bütün maddələrdə nə olur? İon kristal qəfəsi olur. Bunu bildik. Keçək ikinci molekul kristal qəfəsə. Molekul kristal qəfəs maddələr əsasən kovalent rabitəli maddələrdir. Kovalent rabitəli maddələr də nədir? Biz dedik ki, kovalent rabitə eyni qeyri-metal atomları və ya müxtəlif qeyri-metal atomları arasında yaranan rabitədir. Məsələn, mən yazıram O2. O2 deməli kovalent rabitəli maddədir. Eyni qeyri-metal atomları arasında yaranıb və oksigendə biz dedik ki, 4 elektron, ümumi elektron cütü, 4 ümumi ortaq elektron cütü olduğuna görə bir rabitəndə biz dedik 2 elektron yaradır. 4 ortaq elektron olduğuna görə oksigen atomları arasında neçə qat rabitə olacaq? 2 qat rabitə olacaqdır demək. Və kovalent rabitəli maddələr eyni qeyri-metal atomları arasında rabitə əmələ gəlir. Hansı ki, bu kovalent rabitə adlanır. Kovalent rabitəli maddələrdə olur nə? Molekul kristal qəfəsi. Və deməli biz dedik ki, ion rabitəli maddələrdə kristal qəfəsin düyünlərində, ion kristal qəfəsin düyünlərində ionlar, yəni kationlar, müsbət yüklü ionlar, anionlar, mənfi yüklü ionlar olurdu. Onlardan fərqli olaraq molekul kristal qəfəsli maddələrin düyünlərində isə kristal qəfəsin düyünlərində nələr yerləşir? Molekullar yerləşir. Və eyni zamanda bu molekullar da bir-birinə Van der Waals qüvvələri adlanan zəif elektrostatik qüvvələrlə birləşmişdir. Məsələn, burada yodun kristal qəfəsini verib. Deməli, molekul kristal qəfəsi maddələri adətən qaz və maye halda olan maddələrə aiddir. Məsələn, çox atomlu bəsit maddələrin demək olar ki, hər biri molekul kristal qəfəsidir. Məsələn, hidrogen, azot, xlor, məsələn, brom, daha sonra yod,
kristalik kükürt, S8, ağ fosfor, P4 və yaxud da bundan əlavə, məsələn, su, H2O, şəkəri biz bura aid edə bilərik. C12, H22, O11, 7-ci sinifdə keçmişdik. Glikoza C6, H12, O6 və yaxud da məsələn qazlar, karbon qazı, dəm qazı, amoniak qazı və s. bunların hər biri molekulyar kristal qəfəsə aid olan maddələrdir. Məsələn, biz bura aid edə bilərik etil spirti keçmişdik, C2H5, OH və s. bunlar kristal qəfəsli, molekul kristal qəfəsli maddələrdir. Keçirik 3-cü atom kristal qəfəsinə. Atom kristal qəfəsində bəzi kovalent rabitəli maddələr ki var. Məsələn, bunu bilin ki, uşaqlar, silisiumdur, bordur, bu qeyri-metallarda mütləq atom kristal qəfəsi olur. Eyni zamanda tərkibində silisium olan demək olar ki, əksər maddələrdə atom kristal qəfəsi olur. Məsələn, yazıram silisium O2. Silisium olduğuna görə atom kristal qəfəsi olacaq. Və yaxud da silisium karbid. Silisium karbontdur, adı karbontdur. Silisium karbid, deməli silisium var tərkibində, ona görə də nə olur? Atom kristal qəfəsi. Əksər demək olar ki, tərkibində silisium olan maddələr atom kristal qəfəsidir. Və bundan əlavə biz dedik ki, fosforun 3 allotropik şəkil dəyişməsi var. Ağ fosfor, qırmızı fosfor və qara fosfor. Ağ fosfor molekul kristal qəfəsidir. Molekul, qırmızı və qara fosfor isə atom kristal qəfəsidir. Deməli biz dedik ki, ağ fosfor molekul, qırmızı və qara fosfor isə atom kristal qəfəsidir. Tərkibində silisium olan əksər maddələr dedik nədir? Atom kristal qəfəsidir. Fosforlarda dedik. Karbon allotropik şəkil dəyişməsindən almazdır, qrafitdir. Onlar deməli almaz və qrafit deməli aidinə atom kristal qəfəsinə. Fosforun allotropik şəkilləşməsindən 2 dənəsi qırmızı, qara fosfor, karbon allotropik şəkilləşməsindən də 2 dənəsi qrafit və almaz atom kristal qəfəsidir. Silisiumun özü, bor, tərkibində silisium olan əksər maddələr atom kristal qəfəsli maddələrdir. Və atom kristal qəfəsli maddələr də eyni zamanda molekul kristal qəfəsi ilə ortaq olaraq kovalent rabitəli maddələrdə olur. Daha sonra keçirik metal kristal qəfəsli maddələrə. Metal kristal qəfəsində gördüyümüz kimi deməli əsasən metallarda olur və metalların ərintilərində olur və bu kristal qəfəsin düyünlərində atom kristal qəfəsinin düyünlərində atomlar yerləşir. İyon rabitəli maddələrdə dedik anionlar, kationlar, molekulda molekullar yerləşir. Metal kristal qəfəsinin düyünlərində isə əlbəttə ki, nə yerləşəcək? Metallar yerləşəcək. Məsələn, burada göstərir natrium, kalsium, alüminium, missi, sinkdir, xromdur və yaxud da metalların ərintiləri, dəmirin ərintiləri, məsələn, çuqun, polad, onlarda metal kristal qəfəsinə rast gəlmək mümkündür. Və düyünlərində dedik nə yerləşir? Metallar yerləşir. Baxın, diqqət yetirsək, görərik ki, iyon kristal qəfəsində həm narıncı rənglər, həm deməli göy rənglə təsvir olunur. Narıncı rəng natriumu, yəni metalı bildirir. Göy rəng isə xloru. Yəni iyon rabitəli maddələrdə həm metal, həm qeyri-metal olduğuna görə kristal qəfəsin düyünlərində həm müsbət yüklü iyonlar, kationlar, yəni metal iyonları olmaqla bərabər qeyri-metal iyonlar da olur. Çünki iyon rabitə metal və qeyri-metal atomlar arasında yaranır. Ona görə də hər iki rəngdən istifadə olunub. Digər ikinci molekul kristal qəfəsində biz dedik ki, molekul kristal qəfəsində adətən nə olur? Deməli kovalent rabitəyə rast gəlinir. Əsasən kovalent rabitə də yalnız qeyri-metal atomlar arasında olur. Burada görürsüz göy rənglə təsvir olunub. Yəni ancaq eyni növlü atom təsvir olunub da qeyri-metallarda olur. Yəni daha doğrusu qeyri-metallar eyni növlü də ola bilər, müxtəlif də ola bilər. Yəni eyni rəngdə qeyri-metalı bildirir. Daha sonra atom kristal qəfəsi də eyni zamanda əksərən kovalent rabitəli maddələrdə, yəni qeyri-metal atomlar arasında ola bilir. Bu eyni də ola bilər, müxtəlif də ola bilər. Sonuncu isə metal kristal qəfəsinə keçirik. Metal kristal qəfəsinin düyünlərində metallar yerləşir. Deməli bu da narıncı rənglə təsvir olunub və eyni zamanda metallar biz demişik ki, tək atomlu olduğuna görə diqqət etirsək kristal qəfəsinin düyünlərində sadəcə tək atomlar yerləşir. Bununla da fərqləndirmək olar. Metalı necə fərqləndirmək olar? Kristal qəfəsinin düyünlərində tək yerləşirlər. Yəni onlar adətən demək olar ki, çox vaxt tək atomlu olurlar. Daha sonra kristal qəfəslərdən göründüyü kimi
Bəzi maddələr deməli molekullardan təşkil olunur. Biz belə maddələr deyəcəyik molekulyar maddələr. Bu molekulyar maddələrlə yanaşı qeyri-molekulyar maddələr də var. Buna görə də kristal qəfəs ümumiyyətlə maddələri iki qrupa ayırırıq. Molekulyar maddələr, bir də qeyri-molekulyar maddələr. Molekul kristal qəfəsinə aid olan bütün maddələr molekulyardır. İon, metal və atom kristal qəfəsində olan maddələr isə qeyri-molekulyar quruluşludur. Yəni, məsələn, hər hansı bir metal kristal qəfəsli maddə desək, natrium, kalsium, həmin maddə qeyri-molekulyardır. Eyni zamanda atom kristal qəfəsli maddə silisium, bordur, silisium O2, yəni qumdursa, bu qeyri-molekulyardır. İon kristal qəfəsli maddə isə bu da qeyri-molekulyardır. Molekulyar quruluşlu maddələrə ancaq molekul kristal qəfəsinə aid olan maddələr aid olunur. Və eyni zamanda deyir ki, molekulyar maddənin formulu onların molekulunda olan atomların sayına görə tərtib olunur. Qeyri-molekulyar quruluşlu maddələr isə kristal qəfəsdə atom və ionların say nisbəti ilə tərtib olunur. Məsələn, baxırıq ki, nə qədər məsələn atom var, natrium və xlor ionlarının deməli say nisbətinə görə tərtib etmək mümkündür. Daha sonra isə qeyri-molekulyar maddələrin kristal qəfəsinin düyünlərində zərrəciklər arasında rabitələr qüvvətli olduğundan yüksək ərimə temperaturuna, yəni qeyri-molekulyar quruluşlu maddələr hansılardır? Tərkibində ion, metal və deməli ion, metal və atom kristal qəfəsi olan maddələr qeyri-molekulyar sayılır. Və elə maddələrdə də ərimə temperaturu yüksək olur. Onlar adi şəraitdə əsasən bərk aqreqat halında olurlar. Molekulyar kristal qəfəsli maddələr isə zəif van der Waals qüvvələri ilə bağlandıqlarına görə bayaq demişdik hansı ki, həmin maddələr deməli qeyri-molekulyar quruluşlu maddələrdən fərqli olaraq asan əriyən olurlar və əsasən qaz və maye aqreqat halında olurlar. Və eyni zamanda da dedik ki, aşağı ərimə temperaturuna malik ola bilirlər. Yəni qeyri-molekulyar quruluşlu maddələrdən fərqli olaraq. Atom və molekul kristal qəfəsli maddələrdə yüklü zərrəciklər olmadığına görə, onlar demək olar ki, atomlarda molekulda yüklü zərrəciklər var. Çünki metallar müsbət yüklüdür həmişə. Və eyni zamanda da ion kristal qəfəsində də yüklü hissəciklər var, anionlar və kationlar. Lakin atomda, molekulda yüklü zərrəcik olmadığına görə onların əksəriyyəti elektrik cərəyanını keçirmir. İon metal kristal qəfəsi isə dediyimiz kimi yüklü zərrəciklər olduğuna görə ionda həm metal, həm qeyri-metal, metalda isə yalnız metal, yəni müsbət yüklü zərrəciklər olduğuna görə elektrik cərəyanını yaxşı keçirirlər. Və burada da ion kristal qəfəsli maddələr, bir də metal kristal qəfəsli maddələrin xassələri verilmişdir. Deməli, metal kristal qəfəsli maddələr görürük ki, elektrik keçiriciliyi həm bərk halda, həm maye halda V, yəni yaşıl xəttlə. Deməli, metal kristal qəfəsli maddələr, yəni metallar həm bərk halda, həm maye halda elektriki keçirirlər. Lakin ion kristal qəfəsli maddələr isə yalnız maye halda elektriki keçirə bilirlər. Bərk halda elektrik keçirə bilmirlər. Yəni məhlulda onlar ionlara ayrılırlar da, belə deyək. Bərk halda ionlar əmələ gətirə bilmirlər. Ona görə də məhlulda, yəni maye halda, belə deyək də, elektrik cərəyanını keçirirlər, məhlulda da keçirirlər. İstilik keçiriciliyi isə ion rabitəli maddələrdə demək olar ki, yoxdur. Sadəcə elektriki keçirirlər. O da məhlulda, bir də maye halda. Bərk halda elektrik keçirmirlər. Metal kristal qəfəsi isə həm dediyimiz kimi bərk halda, həm maye halda elektriki keçirir. Məhlul halında isə metallar elektrik cərəyanını keçirmirlər, istiliyi isə yaxşı keçirirlər.